Əziz izləyicilər, bu videoda bugün yəni 1 iyun tarixində keçirilmiş qəbul imtahanında birinci qrupa düşmüş kimya suallarını izah edəcəm. Sualları keçməzdən öncə onu deyim ki, 4 iyunda sürət qrupun fəaliyyətə başlayır. Qoşulmaq istəyənlər 077 460 47 23 nömrəsinə yazsınlar və yaxud zəng vursunlar. Başlayaq indi sualların izahına. 61-də deyir ki, 120 qram doymuş bir atomlu spirtin natrium ilə reaksiyasından 6,2 vurulsun 10 üstü 23 sayda hidrogen molekulu ayrılmışsa spirtin formulunu müəyyən edin. Aha, doymuş bir atomlu spirtin formulu bu şəkildədir. CN H2n plus 1 OH. Üzərindən natrium gəldikdə hidrogen atomu natriumla əvəz olunacaq. Alınacaq CN H2n plus 1 O natrium plus H2. İndi əmsallaşdırmaq üçün hidrogenden başqa digər 3 maddəyə 2 yazmalıyıq. Hidrogenə də 1 yazmalıyıq. Deyir ki, şərtdə 120 qram spirtin natriumla reaksiyasından 6,2 vur 10 üstü 23 sayda hidrogen molekulu ayrılıb. Yəni 1 Na. Yəni 1 mol hidrogen ayrılıb. Normalda 2 mol spirtdən də elə 1 mol hidrogen ayrılır. Yəni 2 mol spirtin kütləsi elə 120 qramdır. Onda belə çıxır ki, 1 mol spirt neçə qramdır? 60 qramdır. Spirtin emeri 14N plus 18 ilə hesablanır. Bunu da 60-a bərabər eləsək, 14N 42-yə, N də 3-ə bərabər olar. Yəni C3H7OH spirtidir. Cavab C variantı olacaq. 62-də soruşur ki, hansı monomerin polimerləşməsindən izopren kauçuka alınır? Təbii ki, izoprenin özündən. O da harda verilib? Y variantında verilib. 63-də deyir, hansı düzün parçalanması nəticəsində oksigen alınmır? Deməli, alınmır amonium nitratdan. Amonium nitrat parçalananda nə alınırdı? Alınırdı diazot monooksid və H2O. Digər nitratlardan isə oksigen alınır. 64. Hansı alkanın 4,4 qramının tam yanmasından 6,72 litr karbon qazı alınır? Aha. Baxaq. Alkanın yanma reaksiyası CnH2n plus 2 plus 3n plus 1 bölü 2 oksigen. Nəticədə alınır n mol karbon qazı plus n plus 1 mol su. İndi bizim alkanın 4,4 qramdır. 6,72 litrdə karbon qazı ayrılır. Alkanın emeri 14N plus 2'dir. Karbon qazı da 1 molu 22,4 litrdirsə, N molu da 22,4 N litrə bərabər olacaq. İndi buradan belə bir tənasüb qura bilirik. Deməli, 4,4'dən 6,72 litre ayrılırsa, 14N plus 2'dən də nə qədər? 22,4 N alınır. 6,72 ilə 22,4'ü 2,24'e ixtisar eləsək, burada 3, burada 10 qalacaq. İndi həll eləməyə davam eləsək, yazırıq 3'ü 14N plus 2'yə vursaq, 42N plus 6 bərabərdir. Deməli, 44N'ə daha doğrusu. Buradan da 2N bərabərdir 6'ya, N bərabərdir 3'ə. Yəni bu alkan C3H8 olacaq. B variantı doğru cavabdır. 65'də deyir ki, hansı liflərin alınmasında amin turşulardan istifadə olunur? Kapron lifində bəli, mütləq amin turşudan istifadə olunur. Deməli, alfa, beta, gamma, delta, epsilon. Epsilon amin kapron turşusundan istifadə olunur. Neylon lifinin alınmasında heksametilen diamin və adipin turşusundan istifadə olunur. Burada amin turşu yoxdur. Lafsan lifinin alınmasında nədən istifadə olunur? Etilen glikol və tereftal turşusundan istifadə olunur. Bunlardan da heç biri amin turşu deyil. Bəli, enant lifinin alınmasında amin turşudan istifadə olunur. Omega amin enant turşusunun polikondensləşməsindən enant lifi alınır. 1 və 4 doğru cavabdır. D variantıdır. 66'da S və ya P elementlərini müəyyən etməliyik. Kaliumun konfigurasiyası
4s 1 ilə bitir. Deməli bu S elementidir. 1-ə gedir 1. Oksigen 2s2 2p 4 ilə bitir. P elementidir. Fosfor 3s2 3p 3 ilə bitir. Yenə də P elementidir. Magnezyum 3s2 ilə bitir. S elementidir. 1 4 2 3. 67. Nə deyir? Halogenlər flor, xlor, brom. Flor, brom, xlordur. Kütləsi A-dır. Halogenlə reaksiyaya sərf olunan kaliumun mol sayı. Əslində florun da, bromun da, xlorun da kaliumla reaksiyası eyni tipdə gedir. KX tipli kalium halogenit duzu alınır. Burada ayrı ən kiçik olan flor, ən böyük olan bromdur. Əgər bu qazların, daha doğrusu bu halogenlərin kütlələrini biz eyni götürmüşüksə, mol sayı ən çox olan flor olacaq, mol sayı ən az olan brom olacaq. Deməli, florla reaksiyaya girən kalium daha çoxdur, yəni M1 böyükdür hamısından. Bromla reaksiyaya girən kalium ən azdır. Bu şəkildə N2 ən axırda olacaqdır. N3 ortada olacaqdır. 1 böyükdür, 3 böyükdür 2-dən. Cavab C variantı olacaq. 68-də deyir, hansı maddələrin qarşılıqlı təsirindən etil xlorid alınar? Etil xlorid hardan alınar? B variantından alına bilər, bəli. Baxın, C2H4, yəni etilen, üstünə H-xlor gəlsək, karbonun birinə hidrogen, birinə də xlor birləşəcək və etil xlorid alınacaq. 69. Qatı sulfatın gümüşlə reaksiyası. Deyir, hansı sxemlər reaksiyaya uyğundur? Gümüş plus qatı sulfat. Nə alınır? Gümüş 1 sulfat plus SO2 plus H2O. İndi gümüş 1 elektron verib gümüş müsbət 1'ə çevrilirmi? Bəli, gümüş 1 elektron verib müsbət 1'ə çevrilir. Bu doğrudur. Kükürt 8 elektron alıb mənfi 2'yə düşürmü? Xeyr. Kükürt müsbət 6'dan müsbət 4'ə düşür. 2 səhvdir. 3 səhvdir. 4 düzdür. 1 və 4 doğru cavablardır. B variantı. 70'də deyir ki, kalsiyum oksidin neçə qramında 3,2 qram kalsiyum olar? Kalsiyum oksidin MR-i deməli 40, o da 16, 56'dır. MR verilib onsuzda. 56 qramında 40 qram kalsiyum varsa neçə qramında 3,2 qram kalsiyum olar? 0,8'ə ixtisar etsək, burada 50, burada 4 qalar. 4'ü 56'ya böləcəyik 50'yə. Yəni x bərabərdir. 4 vur 56 bölünsün 50. Düz oldu mu? Aha. Yəni 224'ü də 50'yə bölsək 4,48 olacaq. Y variantı. 71. Hər iki reaksiya nəticəsində alınan turşunun 1 molu ilə 1 mol natrium OH-ın qarşılıqlı təsirindən əmələ gələn duzun növünü müəyyən edin. P2O5 soyuq su ilə reaksiyaya daxil olursa metafosfat turşusu alınır. Bir əsaslı turşudur, ona görə 1 mol natrium OH ilə reaksiyasından normal duz alınacaq. Qaynar su ilə reaksiya, yəni 100 dərəcədə su ilə reaksiyadan isə ortofosfat turşusu alınır. O da 1 mol natrium OH ilə reaksiyaya girsə alınacaq turş duz, yəni C variantı doğru cavabdır. 72. Azot və hidrogenin başlanğıc qatılara uyğun olaraq 5 və 4'dür. 1 mol azot reaksiyaya daxil olarsa bu maddələrin həmin anda qatılığı neçə mol bölü litr olar? Azotun hidrogenlə reaksiyasından 2 mol amonyak alınır. Başlanğıc qatılıqları azotda 5, hidrogende 4'dür. Sərf olunma qatılığı əgər azotda 1'dirsə, hidrogende 3 olmalıdır. Çünki 1 mol azotla 3 mol hidrogen reaksiyaya girir. Onda tarazlıq qatılığı 4 və 1 olacaq. Cavab A variantı. Yəni tarazlıq qatılığı deməyə də bilərik əslində. Həmin andakı qatılığı desək daha doğru olacaq. 73. Hansı reaksiya nəticəsində alınan maddələrdən biri natrium hidroksid məhlulu ilə reaksiyaya daxil olur? A bəndindən nə alınır? Sink oksid və su. Sink oksid plus su.
Bəli, sink oksid amfoter əsaslı, amfoter oksiddir daha doğrusu. Amfoter oksid olduğuna görə də natrium hidroksid məhlulu ilə reaksiyaya daxil olacaq. Digər bəndlərdən amfoter bir maddə alınmır. Məsələn, B bəndi magnezium oksid amfoter deyil. C bəndi kalsiyum hidroksid amfoter deyil. D bəndindən alınır dəmir 2 oksid amfoter deyil. Y bəndindən alınır kalium hidroksid amfoter deyil. Yəni bunlar natrium OH-la reaksiyaya daxil olmurlar. 74-də nə deyir? Amonyak və suyun molekulunda kimyəvi rabitələrin yaranmasında iştirak edən hibrid orbitalların sayı. Amonyakda 3 dənə rabitə var və amonyakın sp3 hibrid orbitalları bu rabitələrin yaranmasında iştirak edir. Yəni x 3-ə bərabərdir. Suda 2 dənə rabitə var və burada da oksigenin sp3 hibrid orbitalları rabitənin yaranmasında iştirak edir. 3, 2-nin cəmi olur 5. 75. Kalium sulfatın suda məhlulunun elektrolizi zamanı katodda 30 mol qaz alınır. Anodda neçə mol qaz alınır? Kalium sulfatın suda məhlulunun elektrolizindən katodda hidrogen, anodda oksigen alınır. Kalium sulfat ilə məhlulda qalır. Əmsallaşdırsaq, suyun elektroliz reaksiyası kimi baxacağıq buna. İndi, əgər katodda 30 mol qaz alınırsa, anodda neçə mol qaz alınır? Təbii ki, 2-dən 1 alınır, 30-a da 15 olacaq C variantı. 76. Guruldayıcı qazın tərkibi hidrogen və oksigenden ibarətdir təbii ki. Qarışıqda qazların mol miqdarı bu şəkildədir. Hansı münasibət doğrudur? Mol miqdarı. Hə, guruldayıcı qazda 2 mol hidrogen, 1 mol oksigen olur. Yəni, B bərabərdir 2A-ya, D bərabərdir 2C-yə. Yəni, 1 doğrudur. A bərabərdir 2B-yə. Yox. D bərabərdir 8. Ha, ikincisində kütləsi verilib, molu yox. Deməli, 2 mol hidrogen 4 qramdırsa, 1 mol oksigen 32 qramdırsa, C bərabərdir 8D-yə. 4 doğru cavabdır. 1 ilə 4-ü götürəcəyik. B variantı. 77. Maddələr mis 2 oksid, wolfram 6 oksid mol miqdarları bu qədərdir. Reaksiyaya tam daxil olduğu hidrogenin mol miqdarları da N və 3N-dir. Aha, mis 2 oksidin hidrogenlə reaksiyası bu şəkildədir. Wolfram 6 oksidin hidrogenlə reaksiyası bu şəkildədir. Əmsallaşdırmağa ehtiyac var ikinci reaksiyada. 3 bura, 3 bura. İndi, əgər birinci reaksiyaya N hidrogen lazımdır, ikinciyə də 3N hidrogen lazımdırsa, deməli biz elə N mol mis 2 oksid, N mol da wolfram 6 oksid götürmüşük. Yəni Y-ın X-a nisbəti elə 1-ə bərabər olacaq. A variantı doğru cavabdır. 78. Eyni mol miqdarda azot və X qazını qarışdırdıqda havadan ağır qaz qarışığı alınır. X qazını müəyyən edin. Aha. Azotun emeri 28-dir. Hidrogenin emeri 2-dir. 2 ilə 28-dən havadan ağır qarışıq ala bilmərik. Metanın emeri 16-dır. Bu da olmaz. Asetilen 26'dır. Bu da olmaz. Amonyak 17'dir. Bu da olmaz. Bize lazımdır havadan ağır bir gaz, oksigen. Bəli, oksigenin emeri 32'dir. 1 mol azot, 1 mol oksigen götürsək alınan gaz qarışığının orta molar kütləsi 30 olacaq. O da havadan ağır olacaq. 79. Kükürt dioksid üçün hansı ifadə doğrudur? Duz əmələk gətirməyən oksid deyil. A variantı səhv. Əsasi oksidlərlə qarşılıqlı təsirdə olmur. Xeyr, əksinə olur. Çünki kükürt dioksid turşu oksididir. Qələvilərlə reaksiyaya daxil olmur. Bu da səhvdir, daxil olur. Suda həll olduqda sulfat əmələ gəlir. Xeyr, sulfit əmələ gəlir. Oksigenlə reaksiyaya daxil olurmu? Bəli. SO2-nin oksigenlə reaksiyası katalizator iştirakında gedir və SO3 alınır. Sonra deyir, hansı maddələrin dihidrogenləşməsindən butadiyen stirol kauçukunun monomerləri alınır. Yəni butadiyen və stirol almalıyıq. Butandan butadiyen ala bilərik. Etil benzoldan da stirol ala bilərik.
Elə A variantı. Butan C4H10'dur. 2 mol hidrogen qoparsaq butadiyen 1,3 ala bilərik, yəni divinil ala bilərik. Etil benzol da yazım. Bundan da 1 mol hidrogen qoparsaq vinil benzol, yəni stirol ala bilirik. 81. Qarışqa turşusu və qarışqa aldehidi üçün ümumi olmayan nədir? Karbon atomunun oksidləşmə dərəcəsi. Bəli, bu ümumi olmayacaq. Baxaq. Qarışqa turşusu HCOOH. Hidrogenlər müsbət 1, oksigenlər mənfi 2 dilərsə, burada karbonun oksidləşmə dərəcəsi müsbət 2 olacaq. Yəni, bütün bu dərəcələrin cəbri cəmi sıfıra bərabər olmalıdır. Qarışqa aldehidində isə oksigen bir dənədir. Oksigen mənfi 2, hidrogenlər müsbət 1-dirsə, karbonun da dərəcəsi 0 olmalıdır ki, yenə cəbri cəm sıfıra bərabər olsun. Yəni, karbon atomunun oksidləşmə dərəcəsi eyni deyil. 2-də deyir, molekullarında sp2 hibrid vəziyyətində olan karbon atomlarının sayı. Həm aldehiddə, həm də turşuda bir karbon var, o da sp2-dir. Yəni, bu ümumidir. Adi şəraitdə aqreqat halları ümumi deyil. Turşu mayedir. Amma formaldehid, yəni qarışqa aldehidi qaz halındadır. Kuprum OH2 ilə reaksiyaya daxil olması ümumidir. Daxil olur hər ikisi. 1 və 3 ümumi olmayandır, yəni D variantıdır. 82. 3,36 litr hidrogen alınan zaman natrium OH-ın suda məhlulu ilə neçə qram alüminium reaksiyaya daxil olar? Reaksiyamızı yazaq. Alüminium natrium OH plus H2O alınacaq natrium metaalüminat plus H2. Əmsallaşdırsaq, deməli 2, 2, 2, 2, hidrogenə də 3. Düz oldu mu? Oksigenlər 4 dənə, alüminium düzdür, natrium düzdür. Bəli. İndi 3,36 litr hidrogen alınırsa, neçə qram alüminium reaksiyaya daxil olur? X qram. 2 mol alüminium 54 qramdır və nəticədə 67,2 litr hidrogen ayrılır. Buradan da tənasüblə cavabı 2,7 tapacağıq A variantı. 83. 22,4 litr metan yananda 900 kJ istilik ayrılır. 2700 kJ istilik almaq üçün neçə litr metan yandırılmalıdır? Çox asan. 22,4-dən əgər 900 alınırsa, neçə litrdən 2700 alınacaq? Cavab 67,2 litr. 84. Azot və hidrogendən ibarət 360 mol qaz qarışığının reaksiyasından sonra yalnız 40 mol hidrogen artıq qalarsa, ilkin qaz qarışığında neçə mol hidrogen olmuşdur? Baxaq, azotun hidrogenlə reaksiyasını yazıram. 360-dan 40-a artıq qalıbsa, 320-si reaksiyaya girib. X mol azot 3x hidrogenlə reaksiyaya girir. Yəni, bu 4x-in cəmi 320 olacaq. 4x 320-dirsə, x da 80-dir, 3x da 240-dır. İlkin qaz qarışığında neçə mol hidrogen var? 240 reaksiyaya girib, 40 mol da artıq qalıbsa, ilkin qaz qarışığında 280 mol hidrogen olub. 85 nə deyir? Su əlavə olunandan sonra duzun məhlulda kütlə payını hesablayın. 190 qram 10% natrium xlorid məhlulu. 190 qram 10%, yəni burada 19 qram natrium xlorid var. 19 qram düz dedik mi? 19 qram, bəli, 190'ın 10%'i 19 qramdır. 19 qram natrium xlorid var. Qalanı sudur. Bu məhlula 10 qram su əlavə etsək, məhlulun kütləsi olacaq 200 qram. İndi yeni məhlulda duzun kütlə payını tapsaq, omega bərabərdir 19'u böləcəm 200'ə. Bu da bərabər olur 9,5%. 86'da deyir, x hansı elementlər ola bilməz? Baxın, verilmiş formuldan belə görünür ki, x bir valentlidir. Natrium olar, kalium olar, baryum olmaz, alüminium olmaz, dəmir olmaz. Çünki baryum, alüminium və dəmir bir valentli ola bilmirlər. 3, 4, 6 ola bilməz yəni. 87. Karbohidratların katalitik oksidləşməsindən alınan maddələri tapmalıyıq.
C36H74'dən nə alınır? Alınır onun oksidləşməsindən C17H35COOH. Yəni stearin turşusu. 1'ə Y uyğun gəlir. Metandan alınır qarışqa turşusu. 2'yə B uyğun gəlir. Butandan alınır sirkə turşusu. Yəni etan turşusu. Orada A uyğun gəlir. Və salam. Gəlirik izah tələb edən suallara. Yəni yazılı izah tələb edən. 4 mol kalsium klorid və 10 mol natrium klorid duzlarından ibarət qarışıq suda həll edildikdə alınan kalsium 2 müsbət və xlor mənfi ionlarının mol sayının zamanla asılığı verilmişdir. Gözəl. Kalsium klorid duzunun dissosiasiya dərəcəsi 80% olarsa N'in qiymətini və natrium klorid duzunun dissosiasiya dərəcəsini faizlə hesablayın deyir. Gəlin baxaq. Kalsium klorid 4 mol idi. Dərəcəsi də 80%-dirsə, gəlin belə deyək ki, kalsium klorid dissosiasiya etdikdə alınır kalsium 2 müsbət və 2 mol xlor mənfi. Yəni əslində biz 4 moldan 4 mol kalsium 2 müsbət ala bilərik, amma 80%-dir dissosiasiya dərəcəsidir. Ona görə 4-ün %80-ni tapsaq bu 3,2 mol olacaq. Yəni N 3,2 moldur. 5N də onda 16 moldur. İndi kalsium kloridin dissosiasiyasından əgər 3,2 mol kalsium alınırsa 6,4 molda xlor mənfi ionlar alınır təbii ki. Amma qrafikdən görünür ki ümumiyyətlə 16 mol xlor mənfi ion alınıb. 16'nın 6,4'ü kalsium kloriddən alınıbsa 9,6'sı da natrium kloriddən alınıb. İndi natrium kloridin dissosiasiya reaksiyasına baxaq. Natrium müsbət və xlor mənfi alınır buradan. Əgər bizim 10 mol natrium kloridimiz varsa əslində 10 mol xlor mənfi almalıydıq. Amma 9,6 almışıq. 9,6 onun neçə faizidir? 96%-idir. Yəni sualın ikinci cavabı da 96 olacaq. 89-cu sual. Reaksiya tənliyi üzrə alınan məhsulların mol miqdarlarının zamanla asılı qrafiki aşağıdakı kimidir? Aha. B maddəsinin fluor ilə reaksiyasının kimyəvi tənliyini yazın və əmsallaşdırın. C maddəsinin kimyəvi formulunu yazın. Deməli, kalium OH plus xlor alınır. Kalium xlor, kalium xloro 3 plus H2O. Əmsallaşdırmamız lazımdır. Oksidləşmə reduksiya ilə də gedə bilərik əmsallaşdırmanı, amma mən şifahi gedəcəm elə. Ya da gedək də xlor 0-dan -1-ə müsbət 5-ə gedibsə 5-i yazıram bura, 1-i yazıram bura, 6-nı kalium OH-a, 3-ü xlora, suya da qalır 3. İndi 5 A maddəsi kalium xloriddir, B maddəsi sudur, C maddəsi də kalium xloratdır. Bizdən C maddəsinin kimyəvi formulunu soruşurdu. Bu kalium xloratdır. Bir də B'nin fluor ilə reaksiyasının kimyəvi tənliyini yazıb əmsallaşdırmalıyıq. Su plus fluor alınır H fluor plus oksigen. 4, 2, 2, 1. Bu şəkildə əmsallaşdırırıq. Və son sual 90 qram etil aminin tam yanma məhsullarından suyu ayırdıqdan sonra qaz qarışığına artıq miqdarda əhəng suyundan keçirdikdə qarışıqdakı qazların biri tam reaksiyaya daxil olur. Əhəng suyu olan qabın kütləsinin neçə qram artdığını və neçə litr qazın əhəng suyu ilə reaksiyaya daxil olmadığını hesablayın. Etil amin C2H5NH2 yandıraq oksigenlə alınacaq karbon qazı, azot qazı və su. Deməli 2-ni buraya yazsaq, 3,5'i buraya yazsaq, nə qədər oksigen oldu? 4, bu da 3,5, 7,5. Bura nə yazırıq? 7,5'i 2'yə bölsək, 3,75, eləmi? İndi əmsalları 4 dəfə böyütməyimiz lazımdır, amma belə də davam edə bilərik, problem yoxdur. C2H5NH2'nin emeri nə qədərdir? 24, 7, 31, o da azot 14, 45, eləmi? 45.
Amma bizə verilən etil aminin kütləsi 9 qramdır. Baxaq indi suya baxmırıq, çünki deyir suyu ayırdıqdan sonra qaz qarışığını artıq miqdarda əhəng suyundan keçirmişik. 45 qramdan 2 mol karbon qazı alınırdısa, 9 qramdan alınacaq 0,4 mol karbon qazı. Və 1 mol azot alınmalı idisə, bizdə alınır 0,2 mol azot qazı. İndi qazlardan biri əhəng suyu ilə tam reaksiyaya daxil olur. Bu karbon qazıdır təbii ki. Karbon qazının əhəng suyu ilə reaksiyasından alınacaq kalsium karbonat və su. Deyir, əhəng suyu olan qabın kütləsinin neçə qram artdığını tapmalıyıq. Əgər 0,4 mol karbon qazı əhəng suyu ilə tam reaksiyaya giribsə, onun kütləsi nə qədərdir? 0,4 vur karbon qazının deməli 44. Bu olur 17,6 qram. Yəni, qabın kütləsi 17,6 qram artıb. Bir də nə deyir? Neçə litr qazın əhəng suyu ilə reaksiyaya daxil olmadığını hesablayın. Bu da azot qazıdır. Əhəng məhlulu ilə reaksiyaya daxil olmur. 0,2 mol azot neçə litrdir? 4,48 litr. Bu da reaksiyaya daxil olmayan qazın həcmidir. Və salam, sualları izah etdim. Bitdi. Yenə təkrar edirəm. Videonun əvvəlində də demişdim. 4 iyunda inşallah sürət qrupundan dərsə başlayırıq. Qoşulmaq istəyirsinizsə 077 460 47 23 nömrəsinə ya zəng vurun, ya da WhatsAppdan mesaj yazın. Oldu. Salamat qalın. Hələlik.